Əziz izləyicilərimiz, Quranın avazı, Quranın tilavəti haqqında danışırıq. Bu gün studiyamızın qonağı çox dəyərli qari, Qurani-Kərim müəllimimiz, çox dəyərli insan Sadiq Ramizoğludur. Sadiq müəllim, xoş gördük. Xoş gördük Yıldırım müəllim. Sadiq müəllim, belə bir elmi araşdırma var ki, insanlar ilahi mətnləri, dini mətnləri melodik bir səslə dinlədiyi zaman onların qəlbinə daha çox riqqətə gətirir. Daha çox onları emosional bir vəziyyətə salır. Yəni, bəzən insanlar var ki, Qurani-Kərimi dinləyir, mənasını anlamadan ağlamağa başlayır. Qurani-Kərimin o qarisini, onu tilavət edən insanın səsi, onun oradakı, belə deyək, tilavətdəki şirinliyi, avazı həmin insanın emosional olaraq fərqli bir hala, vəziyyətə düşməsinə gətirib çıxarır. Sualım belədir, yəni Quran oxumaq sadəcə, belə deyək, düzgün tələffüz etmək də demək deyil. Yəni düzgün tələffüz etmək, təcvidlə oxumaq, bunlar hamısı öz yeri var. Bir də o səs var, avaz var. Bu artıq həmin o mətnə, həmin o oxunan mətnə fərqli bir ruh da qatır. Bu mənada avazla Qurani-Kərimin oxumağın mahiyyəti nədir? Və avaz Quranın mənasını və təsirini necə dəyişdirir və ya təsirinə təsir qatır, belə deyək. Yıldırım müəllim, xoş gördük. Bəli, çox gözəl vurğuladınız. Bizim Quran-Kərimdən öncəki gələn kitablarda da, yəni başqa dinlərdə də ilahi kitablar müəyyən nəğmələrlə səsləndirilir. Hətta Qurani-Kərimin bu formada səsləndirilməsinə Peyğəmbərimiz əleyhissalam bizi təşviq eləyir ki, bu şəkildə oxumaq daha gözəldir. Və hətta belə bir hədis var ki, kim təğənni etməsə bizdən deyil. Təbii ki, bu təğənni etmək məsələsi biraz geniş mövzudur. Həm də burada təbii ki, o insana o qabiliyyət verilibdirsə məsələsi var. Bəzi insanlar var ki, onlarda heç cür musiqi duyumu yoxdur. Bu onun yaradılışı ilə əlaqəlidir. Ona da başqa Allah Teala üstünlüklər veribdir. Bu duyğu kimlərdə varsa, ondan istifadə etməyə sövq eləyir Peyğəmbərimiz əleyhissalam. Və başqa bir hədisdə buyurur ki, Qurani-Kərimi səsinizlə gözəlləşdirin. Quran oxunuşunu səsinizlə gözəlləşdirin. Avazla oxumaq, yəni təğənni etmək Quranın bəzəyidir. Bunların hər biri bir hədisdir və Peyğəmbərimiz əleyhissalamın Qurani-Kərimi bizi necə tələffüz etməyimizi, necə tilavət etməyimizə sövq eləyən hədislərdir. Siz bayaq vurğuladığınız kimi ən əsas birinci məsələ təcvidlə düzgün tələffüz etmək. Bütün hərflərin məxrəclərinə, yəni tələffüz qaydalarına riayət edərək oxumaq, yəni ərəb ləhcəsi ilə oxumaq, qısa desək. Tam ərəb ləhcəsi ilə oxumaq lazımdır. Bundan sonraki mərhələdə artıq avaz ortaya çıxır, yəni avaz irəliyə gəlir ki, yəni Qurani-Kərimi avazla tilavət etmək məsələsi var ki, burada da avazı düzgün istifadə etmək istəyirsə əgər bir Quran qarisi, qari deyilir Quran oxuyanlara, Quran qarisi avazları düzgün istifadə etmək üçün mütləq ərəbcə bilməlidir. Çünki ərəbcə bilməsə, hansı ayəni, hansı intonasiya ilə oxuyacağını insan bilə bilməz. Hətta bizdə məsəl üçün Azərbaycan muğamlarında da xanəndələrimiz, hansı ki əruz vəznini çox gözəl bilən xanəndələr var, onların oxuduqları muğamların təsiri daha güclüdür. Çünki onlar orada hansı beyitləri, hansı formada səsləndirəcəklərini çox gözəl bilirlər. Bu da onun kimi bir misaldır. Biz oxuyacağımız muğamlar, muğam deyilir də, buna geniş mövzudur. İzləyicilərimiz biraz fərqli başa düşməsinlər bunu. Çünki Azərbaycanda biraz muğam deyəndə tar, kaman, qabal, bu trio belə deyək də. Biz bunu belə deyək deməli, burada məqamlar deyək. Yəni orada biz məqamlarla da bağlı mənim sualım var idi sizə. Bayatı, rast, hicaz kimi o bəzi məqamlar var ki, yəni burada muğamda istifadə olunan o avazlardır, belə deyək də, orada istifadə olunur. Bu Qurani-Kərim tilavətində də istifadə olunur. Yəni elə siz bu kontekstdən sualı dəyərləndirin ki, izləyicilərimiz üçün daha aydın görürsün. Bəli, məqamdır. Öz sözün kökü də ərəb dilində çox gözəl bilirsiniz. Məqamdır. Azərbaycan dilinə keçərkən muğam olaraq keçibdir. Məqam da mövqe, yer mənasını verir. Yəni bizim o səsimizin intonasiyasındakı o yer, çıxartdığımız ilk və yaxud da ən əsas məsələ çıxardacağımız son səs ki var, dayanacağımız səs. O səsin adıdır
yer. Mənası da hətta musiqi notlarında da onların hər birinin öz adı var. Çahargah məsəl üçün 4-cü yer. Segah məsəl üçün 3-cü yer mənasında. Səsin 3-cü dərəcəsi mənasındadır. Bunların hər birinin adları ümumi olaraq məqamdır. Azərbaycan dilindən muğam olaraq keçir. Yəni bu nəğmə deməkdir, belə deyək. Hətta elə Qurani-Kərim üçün istifadə olunanda avaz desək, hər kəs daha düzgün qəbul edir bunu. Hər bir avazın fərqli bir duyğusu var. Bütün avazların fərqli-fərqli duyğuları var, bütün məqamların. Bəziləri coşquludur, bəziləri hüzünlüdür, bəziləri yalvarış ədasındadır. Buna görə də biz əgər Qurani-Kərim oxuyarkən o ayəni görürüksə ki, məsəl üçün deyək ki, əmr ayəsidir, ona uyğun bir avaz seçəcəyik. Yox, burada yalvarış, dua ayəsi varsa ona uyğun bir avaz seçməliyik. Cənnət ayələridirsə, məsələn, cənnətlə müjdələmə ayə daha yumşaq, daha mülayim. Bəli, sevgi dolu, məhəbbət dolu. Cəhənnəmdirsə, əgər cəzadırsa, bu daha ağır, daha belə digər məqamlardan istifadə edir. Yəni bunu da əslində musiqi bilgisi, o bayaq qeyd etdiyiniz kimi, yəni burada bilgi çox önəmlidir. Yəni o istedadın olması, o məqamları bilmək, o avazları bilmək özü də bir qabiliyyətdir ki, yəni sən hansı ayədə hansı məqamdan, hansı avazdan istifadə etməyin və bir-birinə uyğunlaşdırmaq çox önəmlidir və o uyğunlaşdırdığın zaman da dinləyiciyə də müsbət mənada təsir edir deyə düşünürəm. Bəli. Yəni siz onu necə müşahidə edirsiniz? Yəni siz ümumiyyətlə Quran oxuduğunuz zaman avazları öncədənmi seçirsiniz, yoxsa ayələrə görəmi avaz seçirsiniz oxuyacağınız? Burada da məsələ bu işi nə qədər bacardığımızdan asılıdır. Biz bu işdə nə qədər püxtələşsək, yəni bu avazlar bizim loru dildə desək qanımıza işləsə, bunda biz artıq daha rahat oluruq. Və təbii ki, burada yenə də ərəbcə bilmək çox önəmlidir. Və Qurani-Kərimin oxuyuşunda 3 üsul var. Çox sürətli bir oxuyuş var, orta oxuyuş var ki, hansı ki, el arasında buna tərtil deyilir və yaxud da mürəttəl deyilir. Və təhqiq oxuyuş var ki, ən yavaş üsul oxuyuşdur. Tərtil oxuyuş namaz oxuyuşudur və yaxud da Quran-Kərimi xətmi olunarkən oxunan orta sürətli oxuyuşdur. Təhqiq oxuyuş isə daha yavaş sürətlə oxunan bir Quran-Kərim oxunuş üslubudur. Biz təhqiq oxuyanda... Birinci də daha sürətlidir, düzdür? Məsələn, hafizlər Quran əzbərlədiyi zaman daha sürətli oxunuş yaşayır. O sadəcə ilk olanı, o daha sürətli olanı sadəcə əzbərləmək üçün uyğundur. Quran-Kərim normal oxuyuşlarda və yaxud da namazda uyğun deyil o formada oxumaq. Təhqiq oxuyuşu ki, deyirik, çox yavaş, asta oxuyuş, hansı ki, avazla oxumağa daha münasibdir. Biz bir ayəni oxuduq, fasilə veririk, həm nəfəsimiz dincəlir, həm səs tellərimiz dincəlir, qarşıdan dinləyənlər dincəlir səs olaraq və onu düşünməyə vadar edir insanı bu fasilə. O fasilə ərəsində növbəti ayəyə göz gəzdirir ki, görək bu ayə nədən bəhs olunur. Bəhs olunan ayəyə uyğun o anda biz avaz seçə bilirik. Əvvəlcədən planlaşdırıb ola bilər. Məsəl üçün, deyək ki, bir məclisdə bizə tapşırılıqdır ki, bir 5 dəqiqəlik Quran tilavəti olacaq. Biz, deyək ki, bir 10 sətirlik bir yer seçmişik özümüz üçün, bir mövzu seçmişik. O mövzuda hansı ayədə, hansı muğamı istifadə edirəm, öncədən qərarlaşdıra bilərik. Qərarlaşdırmasaq belə, əgər biz bu işdə professionalıqsa, o andaca o ayənin gedişatına uyğun avaz seçə bilərik. Yəni, bu formada istifadə olunanda qarşıdakına daha yaxşı bir təsir bağışlayır Qurani-Kərim oxunuşu. O məqamdan məqama keçiş, avazdan avaza keçiş. Məsələn, deyək, birinci bir ayədə cənnət ayələridir, yumuşaqdır, ikidə cəhənnəmdir, daha ağırdır, məsələn deyirəm, və yaxud da yalvarışdır, duadır. O məqamdan məqama keçiş, dinləyicinin qulağında hər hansısa bir yanlış bir, belə deyək, musiqi və yaxud da o avazı yanlış olaraq anlamırmı ki? Yəni, burada, necə deyim, bir qarışıqlıq meydana gəlir, gəlmir. Yəni, bunu belə bir misal vermək olar. Deyək ki, manuel sürətlər qutusu olan bir avtomobil sürməyə başlamışıq təzə-təzə. Sürətləri birinci sürətdən ikinciyə keçirdərkən təzə başlayan adam necə maşın belə yerində sirkələnir? Yəni, o yaxşı eləyə bilmir də, bacara bilmir düzgün. Amma bir il, məsəl üçün, avtomobili sürəndən sonra artıq heç onu oturan hiss eləmir ki, bu nə vaxt keçdi 2-yə, nə vaxt keçdi 3-ə. Bu da eyni onun kimidir. Başlayanda
Bəli. O ola bilir, bəli. Təzə başlayan adam oxuyarkən qarşıdakının qulağına o xoş gəlməyə Bəli, bilir. bəli. Amma professionallaşandan sonra artıq o hiss olunmur. Bir baxır ki, hə bu fərqli bir avaza büründü oxuyuş. Bu formada olur yəni. Sadiq müəllim, yəni siz ümumiyyətlə tələbələrə bu Quran öyrədərkən, yəni Quranın deyək əlifbanı öyrənməyə gəlib. Siz elə o ilk dərslərdən etibarən başlayıb məqamları, avazları öyrədirsiniz, yoxsa artıq Qurani Kərimə keçir adam, artıq ayələri tam sərbəst şəkildə oxuyur, ondan sonra başlayırsınız avaz təliminə və yaxud da heç baxırsınız ki, bu tələbənin ümumiyyətlə qulağında o suluq dediyimiz şey, anlayış yoxdur. Yəni heç buna ümumiyyətlə ehtiyac yoxdur. Bu elə necə bilirsiniz, elə düz oxuyuşda davam etsinmi deyirsiniz? Bəli, o əsas məsələ burada musiqi duyumu olub olmamaq məsələsidir. Və ondan da əsas məsələ, əgər musiqi duyumu olsa belə, birinci olaraq Qurani-Kərimi düzgün oxumaq və təcvid qaydaları dediyimiz Quranın düzgün oxuyuş qaydalarıdır ki, nizam-intizamlı oxuyuş qaydaları. Bu qaydaları tam öyrənib qurtarmayan ümumiyyətlə avaz öyrənməməlidir. İlk başda gələn, çünki bizim üçün ən önəmli olan təcvid qaydalarıdır. Təcvid qaydalarını mükəmməlləşdirəndən sonra avazları öyrənə bilər. Onsuz da burada belə bir məqamda var. Əgər o insanın musiqi duyumu varsa, normal Qurani-Kərim oxuyarkən ondan asılı olmayaraq nəğmələr, yəni belə süzülür gəlir yəni. Amma onu belə deyək də yönləndirmək lazımdır. Bəzən görürsünüz ki, bir adam hansısa bir məscidin imamı deyir ki, bu günlərin bir Quran oxudum, elə xoşuma gəldi ki, heyf, gərək onu qeyd eləyəydim. Sonra da o avazı oxuya biləydim. Bu onun musiqini bilməməsindən irəli gəlir. Nə vaxtsa eşitdiyi, çox gözəl, ona xoş gələn bir nəğmə onun ruhuna işləyib, oxuduğu zaman o nəğmələr gəlməyə başlayır. Amma onların o nizamlarını bilsə, oxunuş qaydalarını bilsə, onu istədiyi vaxtı, istədiyi tərzdə oxuya bilər. Aydındır, artıq öz səsini yazmağa ehtiyac olmur ki, nə vaxtsa onu dinləyim, yenə o eyni şəkildə oxuyum. Amma dediyiniz kimi o, yəqin ki, onun da bir notu var, onun da bir formatı var. Bunun üçün, belə deyək də, çox qısa bizə hansı yolları, hansı metodları öyrədə bilərsiniz. Elə bax bu 2-3 dəqiqə içərisində ki, məsələn izləyicilərimiz üçün də agah olsun ki, yəni mən burada deyək Fatihə surəsi üzərindən götürsək, hər kəsin bildiyi, hər kəsin oxuduğu, namazında oxuduğu, hər rəkatda oxuduğu bir Fatihə surəsi, onu özü oxuduğu zaman öz-özlüyündə, məsələn bir neçə məqam üzərindən onu biz izləyicilərimizə hansı şəkildə təqdim edə bilərik? Yəni onlar daha rahat özləri də bundan istifadə edə bilsinlər deyə. Avaz öyrənmək metodları var. Bəli. Əlbəttə ki, bunun ən üst səviyyəsi musiqi notlarını öyrənib, notlarla onu biləndə hansı not bizə hansı muğamın, hansı avazın qapısını açır, biz onda onu bildiyimizə görə daha rahat avazdan avaza keçid eləyə bilirik. Amma o siz bayaq dediyiniz kimi suluqla, yamsılamaqla belə deyək, təqlid deyilir. Bizim dilimizdə belə istifadə olunur. Yamsılamaq daha hər kəsə aydın olur. Yamsılamaqla da öyrənilə bilər. Yəni istədiyimiz, xoşumuza gələn hər hansı bir qarinin deyək ki, Fatihə surəsi oxuduğu Fatihə surəsini istənilən deyək ki, bəyət muğamında və yaxud da rast muğamındakı o tilavətini çox dinləyib, birinci nə etmək lazımdır? Fatihə surəsini çoxlu dinləmək lazımdır. Bir müddət dinləyəndən sonra biz avtomatik onunla bərabər oxumağa başlayırıq. Hətta o səviyyəyə gəlir ki, biz elə bilirik ki, ondan oxuya-oxuya. Biz tam bu avazda oxuya bilirik. Amma biz o qarinin səsini bağlasaq, özümüz oxuyanda görəcək ki, hə, yox, hələ ki, büdrədiyimiz yerlər var. O büdrədiyimiz yerləri özümüz tək-tək bir ayə-ayə başlayıb düzəltməyə çalışırıq və tam düzəldəndən sonra da davamlı oxumaq lazımdır ki, o səs tellərimiz də ona vərdiş eləsin. Deyək ki, idmançı 5 dənə turnikdə özünü darta bilirdisə, müəyyən müddətdən sonra 20 dəfə darta bilir. Yəni onun üçün artıq 5 sadə bir məsələdir. Bu da onun kimidir. Daha çox çalışandan sonra o artıq o muğamda, o avazda daha gözəl oxuya biləcək inşallah. Sadəcə bayaq da biz qeyd elədik, yəni Qurani-Kərimi bəzən anlamayan insanlar belə bir qarinin səsindən, avazından, onun məqamından təsirlənirlər və duyğusal, emosional vəziyyətlər hiss edirlər özlərinin daxilində. Sizin üçün, yəni Quran oxuyarkən ən təsirli an hansıdır? Məsələn, özünüz oxuyursunuz və o anda siz daha emosional olursunuz, duyğusal olursunuz və elə bir ayə varmı ki, onu oxuyarkən özünüz də dərin bir şəkildə təsirlənirsiniz? Bəli, burada həqiqətən bir ayə var.
bir 2 3 ayədir səhv etmirəmsə, çox təsirlidir, dəhşət dərəcədə. Hərəyə bir yerdən bəzi ayələr təsir eləyir də. İndi mənə də o hissəsi təsir eləyib. Hansı ki biz dedik ya avazla ki Quran oxuyuruq. Çox yox da az da olsa ərəbcə məlumatımız var deyə normal oxuduğumuz ayələrin içində hansı ayəni başa düşürüksə, o daha çox insana təsir eləyir. Yəni tərcümə bilirsiniz də, o mənanı tam vermir. Hər bir dilin özünün içində onun ruhu var və ərəb dilində də onun kimi cümlənin içində onun ruhu gizlənir. Onu o dili biləndə daha çox təsirli olur. Bunu da hətta ilk dəfə mənim qarşıma belə bir, yəni Quran-Kərim onsuz da davamlı hər birimiz oxuduğumuz yerlər var da. Taha surəsi hər zaman qarşımıza çıxan və yaxud da ara sıra oxuduğumuz bir surədir. Mən bir mərhum Misirli qari var, Əlil Bənna. Onun tilavətinə qulaq asırdım. Tam da o ayənin ruhuna uyğun bir avaz seçmişdi. Çox ağır, ədalı bir oxuyuşla o Taha surəsindəki ayələri oxuyanda mənim tüklərim həqiqətən biz-biz oldu. Çünki o oxuyub, özümüz oxuyuruq, amma fərqinə varmamışıq. O ayədəki o nəğmələri elə istifadə eləmişdi ki, o artıq mənim ruhuma işlədi ki, hə, bu ayələr həqiqətən dəhşətlidir. Ayə, səhv etmirəmsə, Taha 123-124-cü ayələr olmalıdır. Rəbbimiz buyurur ki, bəzi insanlar var ki, onlara biz hidayət yolu göstərən kitab göndərdik. Amma o ayənin belə tam tərcüməsini demirəm də, məzmununu deyirəm. Yəni biz onlara o hidayət kitabını göndərdik. Onlar o hidayət kitabından əgər yapışıb onunla davam etsələr, onun yolunu davam elətdirsələr, xoşbəxt olacaqlar. Amma əgər o yolu davam etdirməsələr, göz ardı etsələr, onların məişəti də çətinləşəcək və onlar xilas ola bilməyəcəklər. Hətta qiyamət günü o insanlar gözü kör olaraq dirildiləcəklər. Və o insan Rəbbimizə deyəcək ki, bu formadadır mətni, Bismillahirrahmanirrahim. Limə həşərtəni ə'mə və ləv kuntu bəsira. Səhv etmirəmsə bu formadaydı ayə. Yəni məni niyə görə kör olaraq diriltdin? Axı mən görürdüm. Rəbbimiz buyurur ki, mən sənə ayələrimi endirdim, hökmləri göstərdim. Amma sən onu unuttun. Sən onları unuttun, yəni gözün görmədi də o ayələri. Bugün də sən unudulacaqsan. Çox dəhşətlidir. Yəni hər birimiz insanıq da, hər birimizin xətası var. Hərənin bir zəif nöqtəsi var ki, o zəif nöqtədən şeytan insanı yoldan çıxardır. Yəni qiyamət günü vəziyyətimiz necə olacaq? Bu ayələr çox təsirlidir. Yəni mən bu ayəni hər oxuyanda və yaxud da dinləyəndə tüklərim həqiqətən biz-biz olur. Bəli, qeyd etdiyiniz kimi Sadiq müəllim, yəni Qurani-Kərim hər bir ayəsi, hər bir könülə, hər bir qəlbə, hər bir şuura fərqli bir şəkildə toxunur, təsir edir. Amma nəticə etibarilə Qurani-Kərim eyni zamanda bir şəfadır. Qurani-Kərim eyni zamanda bir hidayət rəhbəridir, eyni zamanda bir nur qaynağıdır. Yəni hansı nöqtədən baxsan, hansı tərəfindən tutsan, onun sənin üçün bir fayda var, sənin üçün bir dəyər var. Yetər ki tutasan, yetər ki Allahın ipinə bərk-bərk sarılasan. Allahın ipi də məhz elə Qurani-Kərimdir. Yəni Qurani-Kərimdəki o qadağalara, o əmrlərə riayət etmək bir insanın həyatını istiqamətləndirmək deməkdir. Sadiq müəllim, sizə öz dəyərli vaxtınızı ayırıb bizimlə bərabər olduğunuz üçün təşəkkürümü bildirirəm. Yaxşı ki varsınız, yaxşı ki gəldiniz, var olun. Sağ olun deyirəm. Minnətdaram. Mən də sizə çox təşəkkür edirəm dəvətiniz üçün. Allah hər birimizin, izləyicilərimizin hər birinin ibadətlərini qəbul eləsin. Amin inşallah. Bəli əziz izləyicilərimiz, bugün Qurandan, Quranın tilavətindən və avazından danışdıq. Son olaraq, bəzən sözlər danışar, bəzən isə səs danışar. Quran oxunduqda isə səslənən nə adi bir səsdir, nə də sadə bir mətin. Səslənən qəlbin özüdür. Avaz sadəcə gözəl səs kimi eşidilmir. O, qəlbin ayələrlə birlikdə titrəməsidir. Məqam musiqi anlayışı ilə məhdudlaşmır. O, ruhun dilidir. Bugün bir daha anladıq ki, Quran oxumaq sənət çərçivəsinə sığmır. Bu bir ibadətdir. Bu səsləndirmə aktından daha artıqdır. Bu yaşamaq və hiss etməkdir. Qonağımız da çox dəyərli qarimiz
Sadiq Ramizoğlu idi. Sağ olun, sağlıqla qalın.